Salam əzizləyicilər, hər birinizi xoş gördük. Bugün bir cür xəmirdən 3-4 ədəd şirniyyatın hazırlamasını göstərirəm. Bunun üçün əvvəlcə qabımızın içərisinə 4 stəkan yarım un, 250 qram yağ, 1 ədəd ağlı sarılı yumurta, 1 stəkan qatıq, 1 çay qaşığı soda əlavə edib xəmirimizi az-az yoğururuq. Yoğurduqdan sonra yarım saat gözlətdik. Daha sonra kündələrə ayırırıq. Kündələrə ayırdıq xəmirimizi. Sonra yayırıq. Yaydıqdan sonra indi mən siqaret şirniyyatı hazırlayıram. İçiliyini də əvvəlcədən hazırlamışam. 1 stəkan qoz, 1 stəkan şəkər tozu, 1 stəkan kakos və damla şokolatı. İçiliyi də bundan ibarətdir. Bu cür 8 dənə hissəyə xəmirimizi ayırdıq. Daha sonra bu cür göründüyü kimi bükürük və şirniyyatlarımızı hazırlayırıq. Bu elə bir xəmirdir ki, bundan kündələrə ayırıb neçə cür şirniyyat hazırlaya bilərsiniz. İndi isə kətə şirniyyatı edirəm. Arası yenə də eyni içiliyi olacaq. Yaydıq, sonra oxlov vasitəsilə bükdük. Daha sonra oxlovu çıxardırıq. Kətə kəsən vasitəsilə gördüyünüz kimi kəsirik. Soba listimizin içərisinə yerləşdirdik. 180 dərəcədə bunu bişirməyə qoyduq. İndi isə banan şirniyyatı hazırlayıram. Kiçik ölçülü kündələr tutduq. Həmən içilikdən yerləşdirib göründüyü kimi hazırlayıb banan şirniyyatı edirik. İndi isə bu cür edirik. Xəmiri yaydıq, kəsdik və yenidən bu cür edirik. Görüntüləri müxtəlif olsun və gözəl görsənsin. Hamısını eyni qaydada bişirdik. Artıq bizim şirniyyatımız hazırdır. Gördüyünüz kimi eyni cür xəmir etdik. Ancaq müxtəlif cür şirniyyatlar hazırladıq. Bəyəndisə like edin, abunə deyilsə abunə olun. Çox sağ olun.